Çoxdan demişdim ki, çox sevdiyim vətənimi yalnız bir halda tərk edə bilərəm. Vətənim mənə xəyanət etsə. Və o mənə xəyanət etdi. Amma milyonlarla pərəstişkarım mənə xəyanət etmir. Aspolitika xəbər verir ki, bunu Rusiyanın və keçmiş SSR-nin ən populyar qadın müğənnisi olmuş əfsanəvi Alla Pukacova deyib. Pukacova 2017-ci ildən bəri ilk dəfə jurnalist Yekaterinaya müsahibə verib. 3 saatdan çox davam edən müsahibəni cəmi 3 gündə artıq 15 milyon nəfər izləyib. Müğənni Rusiyanı tərk etməsindən, Rus sənətçilərindən, yaxınlarından, siyasətçilərdən, Rusiya hökumətinin münasibətlərindən və müharibə əleyhində olmasından danışıb. Müğənni deyib ki, hakimiyyətin qarşısında baş əymədiyi üçün və müharibədə daxil olmaqla Rusiyada baş verənlərin əleyhinə olduğu üçün onu və ailəsini təqib və təhqir ediblər. Pukacova qeyd edib ki, o susub Rusiyada qala bilməzdi. Daha ətraflı məlumatı aspolitika.info saytından əldə edə bilərsiniz.